Və hər salam. Bu gün biz əlbəttə ki, Roblox amma Tetris oyunçularımızda populyar klassları ya da rollarını pisdən normalda yaxşıya qədər. Gəlin başlayaq. Birinci elə nondur, elə heç nə. Bu mən heç pis ya yaxşı heç nə deyə bilmərəm. Keçək şey başqasına. Aha, musikant. Musikant banjo ilə oynayanda yavaşca canını kaldırır dostunun. Amma şükür ki bu üçüncü heç nədir. Başlayan əşyalar banjoda elə. Mən deyə bilərəm ki, bu normal gedə bilər. Çünki başa düşürsüz ki, mən buna pis də qoya bilmərəm. Çünki can doldurur deyə. Amma solada pisdir, yaxın silahda yoxdur. Amma şey üçün, bu squad üçün yaxşı olar bu klass. Nəysə. İkincisi doktor. Doktor, gəlin baxaq nə var onda. Doktor spamlayanda ona can doldurmaq əşyaları verir. Məsələn, bunlardan dostlarını qaldıra bilərsən. Ya da bandajsız da qaldıra bilərsən, amma məcburən neçə faiz canın getməlidir sənin. Ona görə bandajsız da qaldıra bilərsən. Başlayan əşyalar lapatka, 2 dənə bandaj, 2 dənə də snake oil. Mən buna elə ki, normal qoya bilərəm. Miner spamlayanda ona kömür və bir dənə fənər papağı və bir dənə də kasma. Bu kasma ilə biz məsələn o mənşi qızıl olan daşlar qıra bilərik və onlardan qızıl götürürük. Ya da fənər papağı isə də bizə ətrafı kömək edir qaranlıqda, ətrafı işıqlayır da, başa düşdünüz? Başlayan əşyaları mining helmet, yəni fənərli papaq və mən buna yaxşı qoyuram. Arsonist Molotovdan 1/5x daha çox dəmək atır. Spamlayanda bir lapatka və 4 molotov verir. Oysa ki, bu mənim ən sevdiyim roldur bu oyunda. Bilirsiniz niyə görə? Çünki həm ucuzdur, yaxşı, həm də isə molotov gücü verir. Rolə yaxşı qoyuram. Packmaster. Doğulanda ya da spamlayanda sizə 3 dənə dostluğunuz canavar olacaq. Həm də sizə işləyəndə canavarlar sizin tərəfinizdə olacaq. Başlayan əşyalarda heç nə mala qoyuram. Necromancer düşməni öldürəndə 25% o ki yaxın silahda sizin tərəfinizdə olur. Amma olmasa sizin 10%-i götürür. Mən bu rolu pis qoyuram. Aha, Werewolf axşamda 2x demək, 2x sürət, 2x də can olur. Amma bir problem var ki, gündə səndə 0.9x sürət olur. Başlayan əşyalar heç. Mən bu rolu yaxşı qoyuram. Aha, High Roller əşya satanda 1.5x daha çox pul çoxaldır. Amma bir problem 10 dəfə şimşək vuracaq. Mən buna normal qoyuram yenə də. Konduktor doğulanda 2 dənə kömür verir və həm də qatarı sürətləşdirir. Amma bir problem var ki, 50% canı olur və yaxın silah olmur spamlayanda. Mən buna normal qoyuram yenə də. Cowboy spamlayanda oyunçuya revolver və 2 dənə mərmi və bir dənə də at. Mən bu rolu deyə bilərəm ki, yaxşıya qoya bilərəm, yaxşı dərəcədən. Zelamo doğulanda qorumaq əşyaları qatarı üçün verir. Bunlar da şitdir, metal və 3 dənə setka. Mən bu rola normal qoya bilərəm. Çünki bir dənə papaq da zırh verir, heç nə eləmir. Və soloda da belə də normal. Zombi
Zombi olanda ölən düşmənlərini yeyə bilər. Və bu ölən düşmənlərə istədiyin olsun. İstəyir mutant olsun, istəyir canavar olsun. Amma bir problem var ki, onlar çətin görünəcəklər, həm də bandaj və snake işlətmək olmaz. Və həm də bu çətinlə görmək olan zombiləri daha da yaxşıdır. Mən bu rolə yaxşı qoyuram. Nəysə, bu qədərə bəsdir. Mən bütün rolları dedim, qaldı. Deməli, Vampir, Priest, Survivalist və Ironclad. Bunlar da siz əgər onlayıqdırsanız, kanalımdan olsanız, onda mən davam çəkərəm və göstərəcəm onların əşyaları zadədə. Nəysə, biz sağlaşırıq, sağ olun.